Salam hər bir kəsə. Bu gün litosfer bölməsinə aid bir mövzumuzun izahını verəcəm. Mövzumuzun adı yer səthinin relyefi ilə bağlıdır. Vaxt itirmədən izahımıza başlayaq. Deməli, yerin daxilində yüksək temperatur və təzyiq müxtəlif proseslərin baş verməsinə səbəb olur. Bu proseslər adlanır endogen proseslər. Və endogen proseslərin təsiri ilə yerin litosfer təbəqəsində şaquli və üfüqi hərəkətlər baş verir. Bu adlanır tektonik hərəkətlər. Tektonik hərəkətlər nəticəsində litosferin dərin çatları ilə iri hissələrə parçalanır, ayrılır və onlar daim hərəkətdə olub, bir-biri ilə toqquşur və ya aralanır. Bu hərəkətlər təbii ki, zəlzələ və vulkanların əmələ gəlməsinə səbəb olacaq. Yerin inkişafın ilkin dövrlərində vahid okean Pantalas, quru parçası isə Pangeya adlanırdı. Və biz də deyirik ki, Pantalas və Pangeyanın müasir materiklərə və müasir okeanlara bölünməsi Mezozoy dövründə e, deməli bölünüb və bu da aiddir geoloji mərhələyə. Amma Pantalasın yaranması hansı deməli dövrdür? Təbii ki, planetar planetara aid edəcək. E, yəni Pantalas e, yaranması planetarın sonu geoloji mərhələnin başlanğıcı hesab olunur. Amma artıq Pantalasın müasir okeanlara bölünməsi Mezozoy dövrünə aid edəcəyik. Sonra deməli endogen proseslərin təsiri ilə həmin qrup parçalanaraq zaman keçdikcə müasir materikləri əmələ gətirmişdir. Sonra biz davam edək. Deməli, materiklər hər tərəfdən okean suları ilə əhatə olunan nəhəng quru parçalarıdır. Bunlara ən böyük quru parçaları, materik çıxıntıları, okean çökəkləri planetimizin ən böyük relyef formalarına aiddir. Daxili proseslərin fəaliyyəti ilə yaranan relyef formaları adlanır morfok struktur. Bu qarışdırıcıdır, amma yadda saxlamaq vacibdir. Morfok struktur oldu endogen, morfok struktur oldu xarici eksogen. Yəni P-na olan xarici eksogen götürəcəksiniz. Morfok struktur olansa təbii ki, endogen proseslərin təsiri nəticəsində, yəni endogen proseslərin təsiri ilə yaranan relyeflərə aid edəcək. Deməli, bunlar morfok struktur relyef formaları ölçülərinə görə bir neçə yerə bölünür. Onlardan planetar, mega, makro, mezo və mikro relyef formalarıdır. Planetar ən böyüyüdür, yəni bura aiddir materik çıxıntıları, okean çökəklikləri və nəhəng dağlıq qurşaqlar aiddir. İkinci yerdə mega relyef formalarıdır. Bura aiddir dağlar və böyük düzənliklər. Makro relyef formaları üçüncü yerdədir, yəni dağ silsilələri aiddir. Mezo relyef formalarına isə iri çay dərələr, zirvələr, mikro isə daha kiçik relyef formalarıdır. Deməli, planetar relyef formalarına görürük ki, okean çökəklikləri, nəhəng dağlıq qurşaqlar verilib. Bunlar deməli Alp-Himalay geosinklinal qurşağı, Orta Atlantik okean silsilələrinə aid edə bilərik. İkinci yerdə meqadır. Bunlar dağlar və böyük düzənliklər. Məsələn, Böyükçin düzənliyi, dağlara isə Qafqaz dağlarını götürə bilərik. E, Daha sonra Qafqaz dağların silsiləsi var. Yan silsilə məsələn. Bu aiddir makro relyef formasına. Daha sonra həmin silsilənin zirvələri isə, yəni ümumiyyətlə bütün dağların, silsilələrin zirvələri mezo relyef formasına aiddir. Sonra xarici amillər haqqında, yəni xarici relyef formalarından danışaq. Yəni xarici amillərin relyefə təsiri haqqında danışaq. Deməli, endogen qüvvələrin təsiri ilə yaranmış relyef formaları yarandığı vaxtdan xarici qüvvələrin, yəni məsələn, xarici qüvvələrə misal olaraq külək, temperatur,
Yeraltı sular, buzlaqlar, okean dalğaları buna təsir edir. Və onların fəaliyyəti eksogen proseslər adlanır. Daxili amillərin təsiri ilə yaranan relyef formaları adlandı endogen, xarici qüvvələrin təsiri ilə yaranan relyef forması adlandı eksogen. Deməli, eksogen proseslərin təsiri ilə süxurlar aşınır və ya parçalanır və aşınmanın üç növü var. Hansılardır? Fiziki, kimyəvi və üzvü. Deməli, havanın temperaturunun gün ərzində dəyişməsi, süxurların istidən genişlənməsi, daha sonra soyuqdan isə sıxılır və nəticədə nə baş verir? Süxurlar parçalanır. Məsələn, səhralarda misal göstərə bilərik ki, məsələn, Böyük Səhrada şahid dağların yəni çox olması həmin səhranın daha doğrusu böyük olması bu fiziki aşınmanın da burada üstün olmasına gətirib çıxardır. Məsələn, testlərdə bu formada sual ola bilər ki, fiziki aşınmanın daha çox olduğu əraziləri seçin. Bu zaman səhralıq olan əraziləri götürəcəksiniz. Daha sonra, yəni burada başqa bir nüans da var ki, məsələn, gündüz Böyük Səhrada 50 dərəcə temperatur olursa, axşam bu temperatur mənfiyə də düşə bilir. Sonra biz fiziki aşınma haqqında danışdıq. İndi isə kimyəvi aşınma haqqında danışaq. Deməli, kimyəvi aşınma e, deməli fiziki aşınmadan biraz fərqlidir. Məsələn, fiziki aşınmada e, tozlu qum hissəcikləri küləyin təsiri ilə yaranır. Və bunlar da küləyin təsiri ilə yaranırsa, bu adlanacaq deflyasiya. Məsələn, havada sovrulma nəticəsində düyünlər, barxanlar yaranır. Oraq formasında olan relyef adlanacaq barxan və barxan haqqında danışaq kimyəvi aşınmaya keçməmişdən öncə. Barxanların bu formada olur və bura külək tutan yamac sayılır. Külək yamac tutan yamacda qumlar gəlir, topalanır burada. Amma bunun digər tərəfi, yəni bu hissədə isə daha dik olur. Çünki bu hissəni külək tutmur. Səhralarda bu formada olan relyef forması adlanacaq barxanlar. Düyünlər isə bunlardan nisbətən fərqli relyef formalardır. Təxmini bu formada olan relyeflər olacaq. Sonra küləyin fəaliyyəti ilə yaranan relyef formaları eol relyef formaları adlanır. Daha sonra canlı orqanizmlərin təsiri ilə süxurlar parçalanır. Bu proseslər isə adlanacaq üzvü aşınma. Daha sonra sular suda həll olub tərkibin dəyişərək dağılması isə adlanacaq kimyəvi aşınma. Kimyəvi aşınma rütubətli ərazilərdə daha intensiv baş verir. Sonra suyun, küləyin, buzlaqların təsiri ilə süxurlar parçalanır və ya dağılır. Bu proseslər adlanacaq eroziya prosesləri. Yəni eroziya nə adlanır? Suyun, küləyin, buzlağın təsiri ilə parçalanma adlanacaq eroziya. Eroziyanın təsiri ilə yer səthində müxtəlif relyef formaları yaranır. Yeraltı sular, suda həll olunan süxurlar, məsələn, hansılardır? Əhəng daşı, gips, dolomit kimi süxurların olduğu ərazilərdə eroziya daha da genişlənəcək və nə baş verəcək? Yeraltı sular suda həll olunacaq və nəhəng mağaralar yaranacaq. Bunlara misal olaraq Filit Mamut mağarasını göstərə bilərik və ən böyük karst platoları, yəni karst mağaraların yayıldığı yarımadanı, yəni Balkan yarımadasını bura aid etmək olar. Yəni ən böyük karst mağaralarından biri də Balkan yarımadasında karst prosesləri nəticəsində yaranan karst mağaralardır. Sonra
Deməli, Avropanın cənubunda yerləşən Kars platosunda belə mağaralar çoxdur. Yəni az öncə bundan bəhs edirdim. Yəni Balkan yarımadasındadır bu Kars platosu. Ən böyük mağara isə Amerikada olan Flint Mamont mağarasıdır ki, bunu da az öncə nəzərinizə çatdırdım. Onun uzunluğu 680 kilometrə çatır. Uzunluğu bilməyə ehtiyac yoxdur. Sadəcə onu bilmək lazımdır ki, ən uzun mağara ABŞ-da yerləşir. Flint Mamont mağarasıdır. Daha sonra meyilli ərazilərdə qum və gil sıxır layları arasında toplanan yeraltı sular sürüşmələrin yaranmasına səbəb olur ki, məsələn, Azərbaycanda sürüşmələr Böyük Qafqaz ərazisində daha çox baş verir. E, Buna səbəb təbii ki, su keçirməyən suxurun üzərində su keçirən suxurların olmasıdır. Buzlaqların təsiri ilə buzlaq relyef formaları, məsələn, Troq dərələri, Karlar, Sirklər, Moren təpələr, burada məsələn və sairə yazılıb, Troq dərələri də, yox, Moren təpələr, Moren tirələri aid etmək olar. Buzlaqların dağıdıcı fəaliyyəti isə ekzorasiya adlanır. Eksogen proseslərin fəaliyyəti ilə yaranan relyef formalarına morfoksluqtur deyilir. Morfoksluqturlar əsasən mikro relyef formaları hesab olunur. Məsələn, burada az öncə qeyd elədim ki, yəni dərsimizin giriş hissəsində morfok struktur endogen proseslər nəticəsində yaranır. Morfok struktur isə xarici eksogen. Burada bu yazılan hissəyə diqqət edin, testlərdə qarışdırmayasınız. Morfok struktur əsasən mikro relyef formalarına hesab olunur. Az öncə də burada barxanlar haqqında məlumat verdim. Barxan deməli külək tutan yamac e, az meyilli olur, amma tutmayan yamac isə daha dik olacaq. Sonra sürüşmələr də burada necə əmələ gəlir? Su keçirməyən suxurun üzərində su keçirən məsələn su keçirən suxurlar yarandıqda artıq sürüşmələrin yaranmasına səbəb olur. Daha sonra növbəti izahımıza baxaq. Deməli, dağ yamaclarında, burada da qeyd olunub, su keçirməyən gilli suxurlar üzərində su keçirən qumlu çınqıllı laylar üst-üstə yerləşdikdə sürüşmə baş verir. Ağırlıq qüvvəsinin təsiri ilə su keçirən suxur layı su keçirməyən suxurların ıslanmış səthi üzərində aşağı sürüşür ki, bu da nə ilə əlaqədardır? Təbii ki, yağışların çox yağması, qarların əriməsi və seysmik hadisələr təsərrüfat işlərini aid etmək olar. Məsələn, burada təsərrüfat işləri ondan nəticələnir ki, məsələn, dağların ətəklərində heyvanların intensiv şəkildə otarılması sürüşmələrin baş verməsinə səbəb olur. Deməli, sürüşmə necə yarandı? Su keçirməyən suxurun üzərində su keçirən suxur yerləşəndə artıq nə baş verir? Sürüşmələrin yaranmasına baş verir. Bəs yaxşı, biz sürüşmələrin qarşısını almaq üçün nə tədbirlər görə bilərik? Bu tədbirlərə, məsələn, ağac əkilməsi, yamaz bərkitmə işləri, sonra terraslaşdırma aparılmaq və ərazidə olan suları drenaj vasitəsilə sürüşmə zonasından axıdılaraq uzaq yerlərə ötürülməsi sürüşmələrin qarşısını almağa kömək edər. Burada məsələn çılpaq yamaclarda meşə və kolluqlar da salınması məqsədə uyğun hesab olunur. Daha sonra quraq iqlimə malik ərazilərdə müvəqqəti axınların təsiri ilə yaranan relyef formaları arid dendasion relyef formaları hesab olunacaq. Məsələn, xəritələrdə, daha doğrusu testlərdə bu formada sual olur ki, arid dendasion relyefə malik olan əraziləri seçin. Siz quraq əraziləri götürəcəksiniz. Məsələn, orada Qanı Xərisay, Lənkəran ovalıqlarını verə bilər. Siz bu əraziləri götürə bilmərsiniz. Əsas 3 dənə ərazini bilsəz,
bəs edir. Məsələn, bura Ceyrançöl, Acınoxra alçaq dağlığı, Qobustan, Abşeron və Naxçıvan Orta Dağlıq ərazilərin aid etmək olar. Aridendasyon relyef formalarına hansılar aiddir? Yarğan, Qobu və Bedlend. Qobu nədir? Yarğanın inkişafının son mərhələsində yaranan dibi kol və ot bitkiləri ilə örtülən dərin dərələrdir. Və yarğanın e, deməli son mərhələsi adlanır Qobu, əvvəlki mərhələsi isə adlanır Şırım. Yəni şırımlar daha da böyüyərək son mərhələdə qoblara çevrilir. Qobu isə nədir? Dibi kol və ot bitkiləri ilə örtülən dərələr hesab olunur. Bəs yaxşı, bedlend nədir? Bedlend səhra və yarımsəhra zonalarında gilli torpaqların külək və axarsular tərəfindən eroziya nəticəsində yaranan əkinə yararsız ərazilərdir. Deməli, buna çox diqqət etmək lazımdır. Bu çox adamın fikrindən yayınan bir cümlədir. Baxın, burada deyir ki, bedlindlər əkinə yararsız ərazidir. Demir ki, kənd təsərrüfatı üçün yararsızdır. Əkinə yararsızdır. Yəni orada siz taxıl və ya nə bilim yonca, digər məhsulları, pambıq, digər məhsulları becərə bilmərsiniz. Yəni məhsuldarlıq çox aşağı ola bilər. Amma kənd təsərrüfatı üçün istifadə oluna bilər. Kənd təsərrüfatı nə deməkdir? Məsəl üçün mal, qoyun otara bilərsiniz. Amma əkin üçün yararsızdır. Məsələn, testlərdə bu formada çıxacaq ki, bendlilər deməli kənd təsərrüfatı üçün yararsızdır. Bu yanlış ifadə kimi götürəcəksiniz. Çünki quraq ərazilərdə məsələn xırdabuynuzlu, iribuynuzlu malların otarılmasına imkan var. Amma təbii ki, əkin üçün bu yararsız hesab olunur. Burada da aid denudasyon relyef formalarına aid nümunələr göstərilib. Məsələn, bu ərazilər bedlindlər. Məsələn, burada görürsünüz, bu ərazilərdə pambıq, sonra nə bilim yonca, digər məhsulları əkə bilmərsiniz. Amma qoyunu gətirib ən azından otara bilərsiniz. Yəni bunu daha sadə formada izah etməyə çalışıram. Çünki qarışdırıcı bir nüansdır. Məsələn, qoyunlarınızı gətirib burada otara bilsəz, bu bendlindlər deməli kənd təsərrüfatı üçün yararlıdır. Amma əkinçilik üçün təbii ki, yararsız olacaq. Sonra burada karda əmələ gəlmiş çöl, yəni göl göstərilib. Bu isə Böyük Qafqazdakı Trok dərələr hesab olunur. Bayaq az öncə biz qeyd elədik ki, qobların, yəni yarğanın son mərhələsi qobu adlanır. Qobu isə nədir? Dibi ot və kollardan ibarət bir dərədir. Sonra baxaq növbəti izahımıza. Dağların yaranması haqqında. Deməli, yer səthinin əsas relyef formalarından biri olan dağlar qurunun 40%-dən çoxunu əhatə edir. Dağlar bir-birindən yaranmasına və mənşəyinə, yaşına görə fərqlənir. Mənşəyinə görə dağlar iki yerə bölünür. Tektonik və vulkanik. Tektonik dağlar qırışıq, faylı və qırışıq faylı dağlara, yəni qruplara bölünür. Hansılar oldu? Üç yerə bölündü. Qırışıq, faylı və qırışıq faylı dağlar. Qırışıq dağlar hansılardır? Bunlar cavan dağlar hesab olunur. Məsələn, Şimala və Cənubi Amerikanın qərbində yerləşən Ant Kordilleri bura misal göstərə bilərik. Sonra Alp-Himalay dağ sistemində yerləşənlər Alpdır, Qafqazdır, Kopet dağdır, Pamirdir, Hinduquşdur, Himalaydır və Afrikanın şimalında Atlas dağların bura aid edə bilərik. Bunlar aid olduğu qırışıq dağlara. Sonra məsələn burada Pont Tower dağların aid edə bilərik qırışıq dağlara, cavan dağlardır. Bəs yaxşı, qırışıq faylı dağlar nədir? Yer kürəsinin seismik fəallığını tamamilə itirməyən ərazilərdə yaranır. Belə dağlara Altay sayan Tian-Şan dağların aid etmək olar. Məlumat üçün onu da əlavə olaraq qeyd edək ki, Tian-Şan Altay sayan yenidən törənmiş
dağlar hesab olunur. Yəni bunlar Paleozoy erasında yaransa da, Kaynozoy erasında yenidən fəallaşmaya məruz qalıb. Faylı dağlarsa e, bu formada həyatda saxlayın. Yəni orada seysmik cəhətdən aktiv ola bilməz. Onlar qalxmaya məruz qalmırlar. Amma Skandinaviya dağları yəni faylı dağ olsa da qalxmaya məruz qalır. Bu o demək deyil ki, bu litosfer havaların sərhədində yerləşir. Sadəcə tektonik proseslər nəticəsində Skandinaviya dağları qalxır. Yəni qalxmaya məruz qalır. Amma biz onu Paleozoyda yaranan dağlara misal göstərəcəyik və seysmik hadisələri müşahidə edilmədiyi dağlar sırasına aid edəcəyik. Məsələn, Kapdır, Əjdahadır, Uraldır, Apalazdır, Skandinaviyadır, Böyük Suarız dağlarıdır ki, bu dağlar faylı dağlar hesab olunur. Yəni onda geosinkronun inkişaf mərhələsi kimi baxsaq, faylı dağlar artıq dördüncü mərhələdədir. Amma bütün seysmik cəhətdə aktiv olan dağlar isə e, geosinkronun üçüncü mərhələsindədir hal-hazırda. Məsələn, Qafqaz dağları geosinkronun üçüncü mərhələsindədir. Sonra vulkanik dağlar bəs nədir? Bəzi dağlar vulkanların fəaliyyəti nəticəsində yaranır. Belə dağlar silsilə yaratmır və konus formasında olurlar. Nisbi hündürlüyünə görə dünyada ən yüksək vulkanik dağ Havay adalarında Mauna Kea dağıdır. Hündürlüyü də təxminən 10 min metrdir. Elbrusdur, Kazbekdir, Savalandır, Etnadır, Vezuvidir, Kamerundur, Kotopaxidir. Bu dağları vulkanik dağlar hesab edəcəyik. Sonra vulkanların fəaliyyəti nəticəsində yaranan dağlar adlandı nə? Vulkanik dağlar. Bəs yaxşı, yaşına görə dağlar neçə qrupa bölünür? İki yerə. Bir cavan dağlar və qədim dağlar. Cavan dağlar hündür olur, kəskin parçalanmış olur, yəni sıldırımlı olur. Qırşıq dağlar adlanır nə? Cavan dağlar. Yəni buradakı olan bütün dağlar olacaq qırşıq dağlar, yəni cavan dağlar hesab olunur. Qədim dağlar bəs nədir? Xarici qüvvələrin təsiri ilə dağıldıqdan sonra hündürlükləri az olur, zəif parçalanır. Faylı dağlarsa qədimdir. Qırşıq faylı dağlarsa yenidən fəallaşmaya məruz qalırlar. Dedik ki, qırşıq faylı dağlar Altay, Sayan, Tian-Şan Paleozoyda yaransa da Kaynozoyda yenidən fəallaşmaya məruz qalır. Deməli, dağlar mənşəyinə görə iki cür oldu. Tektonik, vulkanik. Tektonik cəhətdən üç yerə bölündü. Qırşıq, qırşıq faylı, faylı. Vulkanik dağlarsa, üzr istəyirəm, yəni yaşına görə dağlarsa iki yerə bölündü. Cavan və qədim. E, Deməli, cavan dağlar geosinkronun üçüncü mərhələsindədir. Qədim dağlarsa dördüncü mərhələsində olacaq. Sonra vulkanik dağlar haqqında danışdıq. Burada dağların forması göstərilib. Deməli, növbəti slaydımız ovalıqlar haqqında olacaq. Deməli, ovalıqlar, yəni belə deyək də, dağlar haqqında ilk öncə məlumat verim ki, onların hündürlükləri haqqında, yəni alçaq dağlar 1000 metrə qədər olan dağlardır. Orta dağlar 1000 və 2000 metr arasındadır. Yüksək dağlarsa 2000 metrdən hündürdə yerləşirlər. Yəni bir də təkrar edək. Dedik ki, alçaq dağlar 1000 metrə qədər, orta dağlar 1000-2000 arasında, 2000-dən yuxarı isə yüksək dağlar sayılır. Və onu da nəzərinizə çatdıraq ki, planetimizin ən uca zirvəsi Himalay dağlarında Comolungma zirvəsidir ki, onun da hündürlüyü demək olar hər kəs bilir 8848 metrdir. İkinci adı Everest zirvəsi də
demək olar. Sonra düzənliklər haqqında məlumat verək. Bilirik ki, düzənliklər üç yerə bölünür. Ovalıq, yüksəklik və yayla. Ovalıqlar 200 metrə qədər, yüksəkliklər 200-500 arası, 500-dən yuxarıda, yəni 500-dən yuxarıda isə yerləşənlər adlanacaq yaylalar. Düzənlik relyef formalarının əmələ gəlməsində endogen qüvvələrin rolu böyükdür. Lakin səthin hamarlanması eksogen relyef formaların təsiri ilə yaranır. Düzənliklər xarici görünüşünə görə müxtəlif olur. Onlar hündürlüklərinə və belə deyək, mənşəyinə görə fərqlənirlər. Mənşəyinə görə düzənliklərin iki tip olur. Akkumulyativ və dendasion. Dendasion düzənliklər əsasən dağlıq ərazilərdəki süxurların aşınıb parçalanması, dağılması və çökək yerlərə aparılması nəticəsində əmələ gəlir. Onlara əsasən qədim kristalli süxurlardan ibarət olan yüksək ərazilərdə yaranan yaylalar aid edərik. Məsələn, Qərbi Avstraliya yaylası, Braziliya, Dekan, Orta Sibir, Gobi, Colorado yaylaların bura aid edə bilərik. Sonra bəzi yəni dendosen düzənliklərə şahid dağlar formalaşır. Şahid dağlarda misal olaraq Əxxəkər, Tibesti, Darfur kimi dendasiya nəticəsində yaranmış şahid dağlardır. Bunların yaranmasına səbəb nədir? Bunlar təbii ki, fiziki aşınma burada daha çox olacaq. Gün ərzində, daha doğrusu günün ən isti vaxtında 50 dərəcə olursa temperatur, axşamsa bu mənfiyə qədər düşə bilir. Ona görə yüksək gündüz vaxtı yüksək temperatur, gecə isə mənfi temperatura kimi düşürsə, kəskin temperatur fərqi amplitudası yaranır. Bu da bu kimi, yəni zaman keçdikcə dağların aşınmasına məruz qalır. Ona görə şahid dağların yaranmasına səbəb olur. Yəni yüksək temperatur şəraitində e, dağlar, bu formada dağlar, Əxxəkər, Tibesti, Darvur kimi şahid dağların əmələ gəlməsinə səbəb olur. Şahid dağ mənası o deməkdir ki, yəni nə vaxtsa burada dağlar olub. Sonra akkumulyativ düzənliklər yer qabığının çökək sahələrində süxurların toplanması və səthin hamarlanması nəticəsində yaranır. Akkumulyativ düzənliklərə ovalıqlar uyğun gəlir. Yəni 200 metrə qədər olan, hündürlüyü 200 metrə qədər olan ərazilər ovalıq adlandırdıq. Yəni biz bunları akkumulyativ düzənlikləri aid edəcəyik. Yəni yenə də təkrar edirəm, biz Braziliya yaylasının, Dekan yaylasının, Qərbi Avstraliya yaylasının akkumulyativ düzənlik götürə bilmərik. Onlar dendasion düzənliklərdir. Akkumulyativ düzənliklər bunlardır. E, Deməli, Amazon ovalığı, Mississippi ovalığı, Qərbi Sibir, sonra Xəzəryani, Turan, La Plata, Şərqi Çin, Mərkəz düzənliyi, Şərqi Avropa, Küraraz düzənlikləri akkumulyativ düzənliklərdir. Sonra düzənliklərin əksəriyyətində seysmik hadisələr olur ki, buna səbəb onların seysmik cəhətdən daha sabit, üzr istəyirəm, deyir ki, düzənliklərin əksəriyyətində seysmik hadisələr nisbətən az olur. Buna səbəb onların seysmik cəhətdən daha sabit zonada yerləşməsidir. Amma elə də düzənliklər var ki, həmin ərazidə seysmik cəhətdən yüksək ərazilərdir. Məsələn, Yukon yaylası, Colorado, Tibet yaylası bu kimi ərazilər seysmik cəhətdən aktiv ərazilər hesab olunur. Məsələn, burada qeyd olunur Meksika yaylası, Kordilyer dağlarında yerləşir Meksika yaylası. Sonra Alp Himalaya dağlıq qurşağında Anadolu, İran, Tibet kimi yaylaları bura aid edə bilərik. Üzəri efuzif, yəni püskürülmüş məsaməli vulkan süxurları ilə örtülü olan Qarabağ vulkan yaylası bura aid edə bilərik. Sonra
Küraraz ovalığı, Gürcüstandakı Kolxid ovalığı, İtaliyadakı Padan ovalığı da seysmik zonada yerləşir. Sonra düzənliklər insanların qədimdən ən çox məskunlaşdığı ərazilərdir. Təbii ki, qədimdən insanlar dağlıq ərazilərdən yaşamağı üstünlük verməyib. Əsasən e, hündürlüyü az olan ərazilərdir ki, bunlar da elə akkumulyativ düzənliklər hesab olunur. Sonra növbəti izahımıza baxaq. Deməli, Amazon ovalığı Cənubi Amerikada yerləşir. Ovalığın səthi hamardır, çökmə süxurlar geniş yayılıb. Ərazisi dayaz, geniş çay dərəsinə malik olması ilə seçilir. Sıx meşə örtüyünə malikdir. Sonra Braziliya yaylısı Cənubi Amerikada yerləşir. Səthi bərk süxurlardan ibarətdir. Filiz mənşəli faydalı qazıntılarla zəngindir. Yayla dərin çay dərələri, yəni dərin çay dərələri parçalanıb. Seri meşə, hündür otlar ərazidə əsas bitki örtüyüdür. Daha sonra xarici qüvvələrə yer səthində baş verən suyun, küləyin temperaturunun dəyişməsi, canlı orqanizmlərin fəaliyyəti daxil olunur. Sonra düzənliklər hündürlüyünə görə, yəni hündürlüyü 200 metrə qədər olan təpələr ola bilər. Düzənliklər hündürlüyünə görə ümumiyyətlə 3 qrupa bölünür. E, Dedik ki, 200 metrə qədər olan ovalıqlar, 200-500 arasında olan yüksəkliklər, 500-dən yuxarı isə yaylalar adlanır. Bir də təkrar edək ovalıqları. Amazon, Qərbi Sibir, Böyük Çin, Mesopotamiya, bu kimi, yəni Mesopotamiya ovalığı kimi ərazilər adlanacaq akkumulyativ düzənliklər. Braziliyadır, Orta Sibirdir, Dekansa yaylalar adlanacaq. Məsələn, Şahid dağ bu formadadır. Yəni yüksək temperatur və fiziki aşınma nəticəsində bu formaya gəlib çıxıb. Amma bunlar da özləri nə vaxtsa dağlar olublar. Amma zaman keçdikcə eksogen proseslər nəticəsində aşınmaya məruz qalıb. Burada da dağların, üzr istəyirəm, düzənliklərin hündürlükləri verilir. Məsələn, ovalıqlar 200 metrə qədər, yüksəkliklər 500 metrə qədər, yaylılarsa 500-dən yüksək olur. Yəni mütləq hündürlükləri. Sonra burada e, xəritə sxemdə verilib. Məsələn, Yukon yaylası geosinkronalda yerləşir. Böyük hövzə geosinkronaldır. Colorado, Meksika, burada Peru, Puna var. Halbuki yazılmayıb. Peru, Puna, Bolivya, Altiplano, İran, Tibet, sonra buradan Meseta yaylası aid etmək olar. Eynilə burada Kars platosu dedik ki, Balkan yarımadasında yerləşir. Burada rənglərlə göstərilib. Bu sarı rənglə göstərilənlər yaylalardır. Yəni halbuki hündürlükləri 500 metrdən yüksəkdir. Yaşıl rəngdə göstərilən isə ovalıqlardır. Geosinkronalda yerləşən ovalıqlar seçin. Padan, Orta Dunay, sonra Aşağı Dunay, biraz çox getdi. Hə, Aşağı Dunay, sonra Gürcüstandakı Kolxida ovalığı, Küraraz ovalığına aid etmək olar. Onu da nəzərinizə çatdıraq ki, Kolxida ovalığı yalnız Asiya qitəsində yerləşir. Bunların ümumilikdə hamısına necə adlandırdıq? Geosinkronalda yerləşən düzənliklər. Bunların heç biri platformada yerləşmir. Yəni, belə deyək ki, hamısında seysmik hadisələr baş verir. Sonra, okean dibinin relyefi haqqında danışaq. Deməli, quru səthində olduğu kimi okean dibi də rəngarəngdir, yəni müxtəlifdir və okean dibinin öyrənilməsində bəzi ölkələr var ki, onlar daha çox öz töhfələrini vermişdir. Bura ABŞ, İngiltərə, Yaponiya, Rusiya, Fransa kimi ölkələri aid etmək olar. Sonra okean dibində məsələn materik dayazlığı, şel, materik yamacı, materik ətəyi, Orta okean dağ silsilələri,
okean yatağı, aksial düzənliklər və okean novları yerləşir. Okean novları necə əmələ gəlir? E, Materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində novlar əmələ gəlir. Bəs rift dərələri necə yaranır? Rift dərələri buna deyilir. Yəni iki okean tipli litosfer tavası ayrılarkən ayrılma zonasında əmələ gələn çökəkliklər adlanır rift dərələri. Amma materik və okean tipli litosfer tavalары toqquşarkən yaranan çökəkliklər isə novlar adlanır. Belə bir sual ortaya çıxır ki, deməli okeanda ən hündür hissələr Orta okean dağ silsilələrindədir, ən aşağı hissələr isə okean novları olacaq. Yəni ən çökək yerləri okean novlarındadır, ən hündürləri isə Orta okean dağ silsilələrindədir. Burada əsas diqqət yetirmək lazımdır ki, hansında qranit qata rast gəlir. Təbii ki, deyəcəyik materik dayazlığı şeritdə materik yamacı və materik ətəyində də var, amma çox azdır. Qranit qatın yoxa çıxdığı sərhəd deyəcək ki, materik ətəyidir. Sonra okean dibinin ən mürəkkəb, ən geniş sahə tutan okean yatağıdır və ya apsial düzənliklər də adlandırmaq olar. E, Burada burada rəqəmləri öyrənməyə ehtiyac yoxdur, amma ki ardıcılığı bilməyiniz şərtdir ki, birinci hansı gəlir? Təbii ki, materik dayazlığı şelf sahilə daha yaxındır, 200 metrə qədər dərinlikləri əhatə edir, az meylidir, səthi qalın, çökmə süxurlarla örtülür. Sonra materik yamacı 200 metrdən 1500 metrə qədər olan dərinlikləri arasındadır. Meyli çox olduğuna görə burada artıq çökmə süxur qatı çox nazikdir. Fikir verin, burada materik yamacıdır, amma burada isə materik ətəyidir. Burada toplana bilmir artıq. Üzr istəyirəm, burada materik dayazlığı şelfdir. Burada çökmə süxur qatı daha çoxdur. Materik yamacında bəs necədir? Burada isə çökmə süxur qatı nazik olur. Materik ətəyində isə deməli, materiklə okean yer qabığı arasındakı sərhəddir. Yəni, materiklə okean yer qabığı arasındakı sərhəd materik ətəyi adlanacaqdır. Sonra okean və ya aksial düzənliklər isə okean dibində yerləşən düzənliklərdir. Səthi hamar olub, okean dibinin əsas hissəsini tutur. Okean dibinin geniş ərazisini tutan hansıdır? Deyəcək ki, aksial düzənliklər və ya okean yatağı. Daha sonra Orta okean silsilələri haqqında danışaq. Deməli, okean dibində yerləşən dağlardır. Bu dağlar, yəni bu dağların zirvələri su səthindən yuxarı qalxaraq adalara əmələ gətirir. Biz buna misal olaraq Azor, Müqəddəs Helena, Voznesenia, Galapagos, Paska, sonra Golf, Tristan Tuncunia kimi, Cənubi Orkney kimi adalara aid edə bilərik. Okean novları isə dedik ki, okeanın ən çökək hissəsi okean novlarıdır və necə yaranır? Təbii ki, materik və okean tipli yer qabığına, yəni litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlir və okean dibindəki ensiz dərin çökəkliklər hesab olunur. Bura qədər dərsimiz. İzlədiyiniz üçün təşəkkür edirik. Ümidvarıq ki, bu izahımızda yeni nəsə öyrənə bildiniz və ya öyrəndiklərinizi təkrar etmiş oldunuz. İzlədiyiniz üçün təşəkkürlər.